Bugün mən sizlər üçün serasımız kimi yaşıl və gözəl bir salat hazırlayacağım. Bunun üçün bizə lazım olan məhsullar: pesto sos, xiyar, mix göyərti, parmesan pendiri, iceberg, qızıl balıq, qarğıdağı lazım olacaq. İlk növbədə icebergimizi əllə kəsib doğrayırıq. Yəni icebergə bıçaq vurmaq olmaz və onu istədiyimiz ölçüdə balaca əzirik. Mix göyərtimizi əlavə edirik. Doğranmış xiyarlarımızı tökürük. Qarğıdağımızı əlavə edirik. İndi isə zeytun yağımızı əlavə edirik. Daha sonra pesto sosumuzu əlavə edirik. Salatımızı qəşəng qarışdırırıq. Tuzumuzu əlavə edirik və qəşəng qarışdırırıq. İndi isə parmesan pendirimizi əlavə edirik. Balığımızı əlavə edirik. Kimlərsə bunu toyuqla da hazırlaya bilər. Toyuqla da çox dadlı olur. Amma biz bu dəfə qızıl balıqla hazırladıq. Pesto sos ilə qızıl balıq salatımız hazırdır. Buyurub nuş edə bilərsiniz.